Hərəkətin intensiv olduğu ərazidə yolun bir hissəsi çöküb. Bu da pik saatlarında sürücülər üçün çətinlik yaradıb. Hadisə paytaxtın Nəsimi rayonu Salamzadə küçəsinin yardımçı yolunda, Xutor istiqamətində gedən ərazidə baş verib. İntensiv yağışlardan sonra yolda 8-yə yaxın hissə qəfil çöküb. Bir müddət əvvəl yolun sağ çiynində müəyyən qədər çökmə yarandığından təhlükəsizlik tədbirləri görülməsi üçün bu cür lövhə və müəyyən təhlükəsizlik lentləri çəkilib və ərazidə müəyyən işlər görülsə də asfaltlanma işi hələ ki qalıb və bu da günün pik saatlarında xüsusilə iki zolaqlı yolda hərəkəti nisbətən də olsa çətinləşdirir. Sakinlər bildirirlər ki, çökmə baş verən kimi aidiyyəti qurumlara məlumat verilib. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Çökmüş bəli, düzəldi bu. Çoxdan çökmüşdü yoxsa? 3-4 gün bundan qabaq. Düşlərdilər, pambok gələdilər, düzəltdilər də təzədən. Amma asfalt vurulmayıb da hələ. Asfalt qalıb nəvisi, indi hava soyuq. Olur o hərəkətə, yəni oradan baş. Müvəqqət çətinlik idi, düzəldilər. Hadisə baş verdi, düzəldi. İri şəhərlərin su təchizatı xidmətindən Xəzər xəbərə bildirildi ki, yağış kollektorunun təmiri və bərpası istiqamətində işlər görülür. Tam yekunlaşandan sonra aidiyyəti qurumlara məlumat veriləcək və yol asfaltlanacaq. Ramal Abdullayev, Ramil İbrahimov, Xəzər xəbər.